müzakirə iştirakçıları, hörmətli qonaqlar, bizim uzun illər birgə gəldiyimiz yolun yeni bir mərhələsinə qədəm qoyulur. Və onu bizim Timurluq həyatında böyük bir hadisə baş vermişdir. Bu yaxınlarda uzun illər təmənnası, pek bir məqsəd bitmədə, amma özünün bütün potensialını Azərbaycan xalqının, Azərbaycan vətəndaşının mədəni səviyyəsinin yüksəlməsinə həsr edən, qurtarılışı bilgiləri millətə istənilən vasitələrlə aşılaya bilən böyük kulturolog, professor Fuad Məmmədov, Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə QHT Şurası Agentliyinin Müşahidə Şurasının sədri seçilməyi münasibətilə təbrik edək. Onun şəhidin böyük məsuliyyət tələb edən fəaliyyətində yeni uğurlar arzulayar və arzu edək ki, Fuad müəllimin uzun illər təbliğ etdiyi kulturoloji biliklər bizim hər birimizin gündəlik fəaliyyətinə çevrilsin. Biz hər birimiz kulturoloji biliklərdən, kulturoloji elmi nailiyyətlərdən istifadə edərək xalqımızda sözsüz ki, hər birimizin kulturoloji tərbiyəsini, yüksək mədəniyyətin insan kimi formalaşmasını təmin etmək üçün əlimizdə olan bütün resurslardan istifadə edək. Bu yolda mən sizin hər birinizi fəaliyyətə dəvət edirəm. Biz hamımız birlikdə işləməli, vətəndaş məmnunluğu yaratmaq üçün ən mühüm vasitələrdən biri də ünsiyyətdir. Çıxan məsələləri birgə müzakirə eləməkdir və mənə elə gəlir ki, artıq 21-ci əsrin vətəndaşı dünyaya kulturoloji nöqteyi-nəzərdən baxmalıdır. Kulturologiya termini Azərbaycanda ən çox işlənən, ilk dəfə kulturologiya aid qeyri-hökumət təşkilatını yaradan və 36 ildir bu yolda külük vuran sizin ətrafında şəhədir və sizinlə birgə fəaliyyət göstərir. Bu yolda hamımıza uğurlar. Çox sağ olun. Mən tək dana yox, sizlərin köməyi ilə, həm fikirlərimizin köməyi ilə, bizim gözəl kulturologlarımızın köməyi ilə, əməkdaşlığı ilə çalışmışam bu illərdə nəsə eləyib, birgə eləyək və əsas bizim məqsədimiz həmişə olub ki, xalqımıza, cəmiyyətimizə, dövlətimizə, mədəni inkişafda əlimizdən gələn köməyi göstərək. Allah qorusun bundan sonra da göstərəcək. Çox sağ olun, siz məni çox təriflədiniz. O qədər təriflədiniz ki, mən artıq utanıram biraz danışımda, amma gərək danışım bizim əsas bugünkü missiyamızdan. Əziz həmkarlar, əziz kulturologlar, əziz Azərbaycan ziyalıları, bizim xalqımızın nümayəndələri, hamımızı xoş gördük və Simurq Azərbaycan Mədəniyyət Assosiasiyasının adından təşəkkür edirəm hamımızın ki, gəlmişsiniz, bu gözəl məclisdə iştirak edirsiniz. Bugünkü bizim görüşümüzün əsas məqsədi nədir? Siz bilirsiniz ki, Cənab Prezidentin bu yaxınlarda, yanvar ayında imzaladığı yeni dövlət konsepsiyası Azərbaycan Mədəniyyəti 2040 bu saat müzakirə olunur. Bu yaxınlarda Mədəniyyət Nazirliyi tərəfindən, Milli Məclis tərəfindən təşkil olunmuş müzakirədə Cəsənət Muzeyində mən də iştirak eləmişəm, öz sözümü də orada demişəm. Bizim əsas məqsədimiz nədir? Bizim əsas məqsədimiz oldu ki, vətəndaş cəmiyyəti tərəfindən bu dövlət konsepsiyasının həyata keçirilməsində əlimizdən gələn köməyi eləyək. Və burada xüsusi rolü oynuyor bizim ziyalılarımız. Bizim ziyalılarımız və bizim kulturologlarımız. Niyə? Çünki təəssüf olsun ki, mədəniyyət nə olduğu çox adam indiyə qədər dəqiq başa düşmür.
köhnə Sovet dövründən qalmış təsəvvür əsasında mədəniyyəti deyəndə deyirlər ki, iqtisadiyyatın üst qurumudur ya da təkcə ədəbiyyat, incəsənət, davranış qaydaları, mədəni irs, ədəb ərkan filan. Bəli, bunlar hamısı mədəniyyətdir və bunların hamısı çox böyük rol oynayır insanın tərbiyəsi üçün. Bilirsiniz ki, yeni konsepsiyada insanın davranışına xüsusi yer ayrılır. Yaxşı, bu insanın davranışı əslində nasıldır? Kulturologiyanın yaradıcısı Profesör Leslie Alvin White'ın güzel bir açıkladığı kanun var. İnsanın davranışı değişir onun medeniyetin değişmesiyle. Çok güzel, çok havalı. Çünkü hakikaten insanı hayvandan ayıran ne var? Bir şey var, o da medeniyet. Ama gerek biz medeniyeti düzgün başa düşelim. Medeniyeti biz düzgün dərk eləməsək, tam sosyal sistemi gibi, onun değiştirici imkanlarından biz lazımı qədər istifadə edə bilmərik. Onu bizim əvəzimizə heç bir dövlət, heç bir xalq düşünməməli. Onu biz özümüz dərk etməliyik. Eğer biz kulturoloji yanaşırıqsa, mədəniyyətin anlayışına, bilirsiniz nə qədər orada dərya var, kainat qədər sonsuzdur. Sadece onlara düzgün yanaşanda, məntiqi yanaşanda, elmi əsaslarda yanaşanda tamamıyla yeni imkanlar açılır. O imkanlar da bu saha, görün sivilizasiyanın, globallaşmanın ne kadar çağrışları var, ne kadar təhlükələri var. Bunların bugünkü gün cevabını düzgün vermək üçün biz gerek düzgün mədəniyyəti anlayaq ve yolumuzu düz seçək. Metodoloji cəhətdən də, texnologiya cəhətindən ki, hansı yolla getməklə ziyalılarımız, vətəndaş cəmiyyəti bizim dövlətimizə kömək eləsin ki, cəmiyyətimizin, dövlətimizin həyat qabiliyyətini və qüdrətini daha da artıra bilək. Mən qısa sözlə deyim, çünki vaxtımızı çox almayayım. Əsas problem bilirsiniz nədir? Rəqabət qabiliyyətli insan kapitalı. İnsan kapitalının da nüvəsi yüksek medeniyetli Azerbaycan vətəndaşı. Yani biliyi, bacarığı, müteşekkilliği, mənəviyyatı ve yaradıcı fəaliyyəti yüksek seviyede olan insanlar. Bu bilirsiniz ne kadar kudretli. Bu yeniden hasıl olunan tükenmez milli servetli. Dayanıklı, rəqabət qabiliyyətli ve təhlükəsiz inkişafın aparıcı qüvvəsi budur. Bakın görün, devletin rəqabət qabiliyyətliliyi. Mesela böyle bir düstur var kulturologiyada. Bunun esas amilləri nədir? Birincisi, intellektual mədəniyyətin inkişafının qabaqlayıcı inkişafını təmin etmək. İkincisi, əmək mədəniyyəti nöqteyi nəzərdən cəmiyyətin qüvvəsini elə qiymətləndirmək və yönəlmək ki, dünya standartlarından nə vadə aşağı olmasın hər cəhətdən, hər tərəfdən. Üçüncüsü də nədir? İdarə etmə mədəniyyəti. Görürsünüz, bunları necə eləyə bilər adi insan? Eləyə bilməz. İnsanın kapitalından danışanda onun yüksek mədəniyyətli insan olmasını birinci növbədə nəzərdə tutmaq lazımdır. Bütün o 6 program ki var o yeni konsepsiyada verilir, hamısı buna bağlıdır. Baxmayaraq ki, onlar müxtəlif istiqamətlərdədir, mədəni industriyadır, kreativ industriyadır, falan odur, budur. Bunun hamısı gəlir insan kapitalı. Çünkü dünya təcrübəsi, dünya tarixi, sivilizasiya tarixi göstərir ki, sivilizasiyalar da belə dağılır. Bir daş da belə qalmadı bir zamanda. Ruhi mədəniyyət, yəni əqli və mənəvi mədəniyyətin boğçağı həmişəlikdir. O əbədidir. Və doğrudan da bu belədir. Hər bir insanın əsl dövləti, varlığı, onun ruhi mədəniyyətidir. Əqli və mənəvi mədəniyyətin boğçağı. Onu insanın əlindən heç kim ala bilməz. İnsan var dövləti də, pulu da, vəzifəni çox şey itirə bilər. Amma mədəniyyəti onun əlindən heç kim ala bilməz. Ona görə bu çox böyük savabdır. Bu konsepsiyanın
əsasında biz bu problemin həllində dövlətimizə lazımi yardım göstərə bilsək, bilirsiniz nə qədər böyük savabdır. Həm Allahın qarşısında, həm xalqın qarşısında, həm dövlət. Bakıda kulturologların, ziyalıların və KİV nümayəndələrinin iştirakı ilə Azərbaycan mədəniyyəti 2040 dövlət konsepsiyasının həyata keçirilməsinə həsr olunmuş konfrans keçirilmişdir. 6 fevral 2026 il tarixində Bakıda kulturologların, Azərbaycan ziyalılarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin Azərbaycan mədəniyyəti 2040 dövlət konsepsiyasından irəli gələn vəzifələrin, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarında səsləndirilən yeni ideyalara və strateji oriyentirlərin müzakirəsinə həsr olunmuş konfransı keçirilmişdir. Simurq, Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən təşkil olunan tədbir suverenliyin bərpa edilməsindən sonraki və uzun müddətli strateji planlaşdırma reallığında yeni geosiyasi şəraitdə milli mədəniyyətin gələcəyi haqqında peşəkar və ictimai dialoq üçün intellektual platforma yaradacaqdır. Müzakirələrin mərkəzində duran məsələlər, mədəniyyətin dövlətin inkişafında sistem yaradıcı resurs kimi elmi əsaslandırılmış anlayışı, yüksək mədəniyyətli insanın formalaşdırılması, kulturologiyanın institusionallaşdırılması, mədəniyyət haqqında yeni qanunun hazırlanması, habelə dövlət idarəçiliyində təhsil, elm və ictimai məsuliyyətdə mədəniyyətin rolunun formalaşdırılması məsələləridir. Konfransın iştirakçıları aşağıdakı məsələləri nəzərdən keçirmişlər. Azərbaycan mədəniyyəti 2040 konsepsiyasının əsas müddəalarını və onun həyata keçirilməsi üçün praktiki mexanizmləri, Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş ideyaların müasir dövlət siyasəti çərçivəsində kulturoloji baxımdan mənalandırılması, mədəniyyətin bütün sahələrində idarəçilik qərarlarının qəbul edilməsi sisteminə kulturoloji ekspertizanın tətbiq edilməsi perspektivləri, Hay-hay əsi cəmiyyətində kulturoloji təfəkkürünün formalaşdırılmasında ziyalıların və KİV nümayəndələrinin oynadığı rol. Tədbir çərçivəsində həmçinin Azərbaycan mədəniyyəti 2040 dövlət konsepsiyasının vəzifələrinin düzgün anlaşılması və onların həyata keçirilməsinə elmi əsaslandırılmış yanaşma barədə bəyannamənin qəbul edilməsi nəzərdə tutulur. Konfrans təkcə mədəniyyət siyasətinin prioritetlərini qiymətləndirmək üçün deyil, eləcə də dövlətin humanitar sferada strateji məqsədlərinin reallaşdırılmasında iştirak etməyə hazır olan həmrəy peşəkarlar cəmiyyətini formalaşdırmaq məqsədilə çağırılır. Konfransa kulturologlar, alimlər, pedaqoqlar, ədəbiyyat və incəsənət xadimləri, idarəçilər, hüquqşünaslar, vətəndaş cəmiyyətinin, ekspert cəmiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Hörmətlə, Təşkilat Komitəsi